Axşama plov dəmləyirəm, yanında da çolpadan çığırtma. Gəlin bir yerdə hazırlayaq. Öncə soğanı aybara şəklində doğrayırsınız. Daha sonra çolpanı da doğrayırsınız. Bir tavada bol-bol kərəyağda soğanı qızartmağa başlayırsınız. Qızardan zaman sarı kökdə əlavə edin. Soğan qızarandan sonra onu tavadan götürün. Tavaya yenə kərəyağı əlavə edib çolpanı da qızartmağa başlayın. Duz, sarı kök, pul biber əlavə edin. Sonra digər üzünə çevirib yenə duzla pul biber əlavə edə bilərsiniz. Çolpanın hər iki tərəfi qızarandan sonra yarım stəkan su əlavə edib qapağın altında vamodda bişirin. O vaxta qədər dərin bir qabda yumurtaları çırpın, ora duz, abqora və soğanın yarısını əlavə edib qarışdırın. Çolpa tam yumuşalıb yağa düşəndən sonra o yarı qalan soğanı da üzərinə yerləşdirin. Yumurtanın üzərinə gəzdirin və qapağın altında vamodda bişirməyə davam edin. Və salam, çığırtma hazırdır. Mən çığırtmanı sarı kökünü daha çox xoşlayıram. Pomidor heç vaxt əlavə eləmir. Hazırlayanlara indidən nuş olsun.